Bizler Qəhrəmanlar Diyarı Biləsuvarda bugündən start verildi. Şəhidlərimizin məzar önündə dalğalanan bayraq əgər çikilənərsə, əgər belə deyim, rəngi dəyişilərsə, hətta cırlarsa o bayraqları dəyişməyə özümüzə borc bilirik də şəhid atalarını üstə atmırıq. Ha Şirxan? Şirxan maşının da mübarəkdir, can sağlığına sürəsən. Ha inşallah o işləri... Heç bir Allah şəhidlərimizi rəhmət eləsin. Amin. Valideynlərin qarşısında baş əyib əllərindən öpürük. Amin. İnşallah bütün nə bayraq var hamısını dəyişəcək. İnşallah. Gücümüz nəyə çatırdı əlimizdən gələn. Bəli, bəli. Canlıda da mən yığacam inşallah. Ya lazımlı olan şəxslərə deyəcək. Dəstək olacaq. Baba bayrağın harda bayraq çırıq gördük. 1-1-2-2 dəyişəcək. Kim də gördü, bizim yadımızdan çıxsa bizə məlumat versin. Biləsuvar ərazisində ancaq da, yəni bu rayonların, Biləsuvar rayon kəndlərində də harda oldu biz gəlib dəyişək. Bax buradakı bayraq Şirxan gəbərik. Allah cəm şəhidlərimizin ruhun şad eləsin. Əlbəttə şəhidlər canlarından keçib bizlərin də borcudur. Bu torpaqlar üzərində gəziriksə deməyin şəhid valideynlər var, şəhid valideynləri dəyişməlidir. Elə yəni hər şey şəhid valideynlərin üstünə atmayaq. Bugün 1-ci Qarabağ müharibəsi 1994-cü ildə silahın olmayan dövründə Vətən müharibəsində Soltan oğlu Cabir Hüseynov sinəsini qarşıya verib təki Vətən sağ olsun deyən qardaşımızdır. Bayrağı bu günləri belə deyək, dəyişmək özümüzə borc bilirik. Şəhidimizin bayrağı Şirxan. Allah hamd olsun, buramız hamd olsun. İmkanımız ola, Azərbaycandakı bütün nə qədər şəhidimiz var, hamısının bayrağı dəyişmək. Cabıdan. Dəyişərdik. Nə qədər borcumuz var ha. Yəni boynumuzun borcudur. Hamı borcudur. Əsas odur ki, yenə də gücümüz buna çatırsa, bunu da eləyəcək. Eləyəcək. Özümüzə bir missiya götürmüşük. Şəhidlərimizin bayrağı da bugündən start vermişik. Şəhid valideynlərini də hər zaman ziyarət eləyəcək. İqbal Aslanlının mövlud günündə oradan gördük. Diranları. Göstərdi sözümüzü. Gəldik, sökdük, bu gün də gəlmişik dəyişməyə. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə şəfa, veteranlarımıza can sağlığı.